Dadaş haqqında danışılası, saatlarla danışılası bir idmançıdır. Dadaş həm gözəl tərbiyə malikdir, həm zəhmətsevər bir idmançıdır. Uşaq üçün yəni biraz fantastik bir maraq idi ki, yəni belə desə, yəni ağırlıq qaldırma idmanına meyil göstərəsən. Mən əslində müəllim razı deyil idim. Gərək düzün deyəsən də baxma bu qaldırmaq, ağırlıq mənim özüm üçün də çətin idi. Əmioğlu xəbər aldıq ki, uşaqlar necədir? Dedi, idmanla məşğuldur. Orada sevindik. Heç vaxt tutduğu yoldan narazı gəlməyib. Həmişə elə qürurla da, elə bil o işin sevə-sevə gedib qayıdıb. 1000 il belə uşaq bir düşüncəsi olsa, yəni mən artıq bir rayondan, belə desək, kənddən getmişəm. Yəni onsa Bakını görmək mənim üçün fantastikadır və bunun üzərindən deyirlər ki, Dadaşbəyli Dadaş Avropa çempionatına gedir.